Uşaqlar dünyası təqdim edir. Məstanə Sadiqiyəm və bu gün Azərbaycanın ən gözəl nağıllarının biri Günəş nağılını sizə oxuyacağam. Bu gözəl nağılın ərəb əlifbasına köçürəni Əhəd Yusif Nejad. Günəş nağılı. Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq köçdü. Yerin sakinləri, adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına elçi göndərməyə qərar aldılar. Dedilər, qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi Sıxmışənin uca dağının axırıncı dənizinin arxasındaydı. Ora yalnız quşlar gedib çıxırdı. Yerin sakinləri tovuz quşunu seçdilər, dedilər. O çox gözəldir. Günəş onun sözünü yerə salmaz. Tovuz quşu yola düşdü. Meşəni keçdi, dağlardan aşdı, dənizin özündən uçub Günəşin pəncərəsinə qondu. Onu oyatmağa başladı. Günəş gözünü açmadan soruşdu. Kimsən, nə istəyirsən? Mən tovuz quşuyam, səni oyatmağa gəlmişəm. Tez çıx, işlər çətinə düşübdür. Kimin işidir? Çətinə düşən kimin işidir? Lab elə mənim. Qaranlıqda, qarqadan seçilmirəm. Əlvan quyruğumu heç kəs görmür. Günəş hirsləndi. Deməli, mən sənin quyruğuna lazımam. Rədd ol buradan. Bir quyruğa görə bütün dünyanı işıqlandırmaq istəmirəm. Tovuz quşu əli boş qayıtdı. Sonra Günəşin yanına bülbülü göndərdilər. Hamı düşünürdü, onun gözəl səsi var. Günəşi bir təhər razı salar. Doğrudan da Günəş bülbülün nəğməsini eşidəndə həyəcanlandı. Yuxulu dedi, səsin ürəyimi yerimdən oynatdı. Nə arzun varsa söylə, sənin üçün hər şeyə hazıram. Xahiş edirəm, dünyanı işıqlandır, qoy gecə qurtarsın. Günəş maraqlı soruşdu. Məgər sən gecələr mahnı oxuya bilmirsən? Bülbül dedi, əksidir. Mən hər gecə oxuyuram, bir-iki gündə səhər açılmasa səsim tutulacaq. Günəş onun sözündən pərt oldu. Deməli, mən yalnız ondan ötürü yerimdən qalxmayacam ki, sən dincələsən, boğazın ağrımasın. Hə? Pəzöz istirahətim necə olsun? Rədd ol buradan. Bülbül də kör peşman yerinə qayıtdı. Bu dəfə Günəşin yanına tutu quşunu göndərdilər. O dənizin arxasındakı evə çatmaz qışqırdı. Bəsdir tənbəllik, bəsdir də oyanmaq vaxtıdır. Çünki mən qaranlıqda yamsıladığım adamların necə hirsləndiyini görmürəm. Günəş cavab vermədi. Qorxdu ki, tutu quşu onun özünü də yamsılaya. Tutu quşu da yerə əli boş qayıtdı. Elə bu vaxt xoruz xahiş etdi ki, Günəşi oyatmağa onu göndərsinlər. Yerin sakinləri arasında heç kəs ona inanmırdı. Deyirdilər ki, xoruz əslən gözəl deyir. Amma ondan başqa getmək istəyən yox idi. Əlacsız qalıb razılaşdılar. Xoruz uça dənizin arxasındakı evə gəldi. Günəş şirin yuxudaydı. Xoruz ona yaxınlaşıb dərindən nəfəs aldı. Öz nəğməsini oxumağa başladı. Günəş diskini bayıldı. Az qaldı yıxıla. Yorğanı üstündən düşdü. Bütün dünya işıqlandı. Günəş gözlərini ovçalaya qışqırdı. Bu kimdir? Mənim evimdə nə gəzirsən? Quqqulu ququ, quqqulu ququ. Oyan ay tənbəl Günəş, öz vəzifəni bilmirsən? Günəş gərnəşdi. Nə vəzifə? Axı sənin vəzifən işıq saçmaq, yeri qızdırmaqdır. Sənsiz yer üzündə həyat olmaz. Hər yana zülmət çökər, onda öz həyatında mənasız keçər. Günəşin gözləri doldu. Mən onsuz da ömrüm boyu əbəs işləmişəm. Heç kəs qədrimi bilmir. Mənə qiymət vermir. Tovuz quşu ancaq quyruğuna xidmət etir, bülbül öz nəğmələrinə qulaq asır. Tutu quşu da ağılsızın biridir. Xoruz onlarla razılaşmadı. Dedi, ey tənbəl Günəş, sən adamları unutmusan, axı onlar sənsiz yaşaya bilməz. Günəş təəccübləndi.
Adamlar nəyimə gərəşdilər? Qoya onlar olmasalar, işığım, hərarətim azalacaq, hə? Bəs necə? Adamlar olmasa, rəngin solar. Səhər çağı sənin şüaların, şehli otların, sümbüllərin, çəmənlərin üzərinə düşüb bərk vurur, çoxalır. Pəs torpağı əkib becərən, yaşıllaşdıran kimdir? Günəş dedi, əlbəttə ki, adamlar. Denə görək, su götürmək üçün yerdəki quyuları kim qazıb? Adamlar qazıb, bundan nə olsun ki? Sən məşhur bir məsəli unutmusan. Qulaq as, gör orada nə deyirlər. Ayın əkizi güllərə düşür, ulduzlar sayrışır. Hər bir quyuda günəşin şəkli görünür və günəş onun sözləri ilə razılaşdı. Nə deyim, bəlkə də sən haqlısan, ancaq yerimdən qalxmaq həvəsim gəlmir. Onlar rəngin solacaq, sonub gedəcəksən, lap çotan kimi. Yadındadır ki, kətlinin çotanı da işsiz qaldığından tamam pas atmışdı. Elədir, sən haqlısan. İndi gördün, adamlar olmasa dünyaya zülmət çökər. Günəş fikrə getdi. Ay xoruz, nəğmələrin çox şirindir, ancaq başa düş ki, mən özüm üçün yaşamaq, dincəlmək istəyirəm. Ay, tənbəl günəş, yalnız özü üçün yaşayan hər kəs başqaları üçün ölmüş kimdir? Yalnız yaxşı işləyənlər, yaxşı da dincələr. Günəş yataqdan qalxdı, var qüvvəsi ilə yeri işıqlandırdı. O vaxtdan xoruz hər səhər gün doğmamış yataqdan qalxıb öz nəğməsini oxuyur. O əvvəlcə üzünü günəşə tutub deyir, quqqulu ququ, quqqulu ququ, oyan, işə başlamaq vaxtıdır. Sonra o torpağa müraciət edir. Oyan, öz şeirinlə toxumlara və köklərə qüvvət ver. Xoruz 3-cü mahnısını adamlar üçün oxuyur. Yerinizdən qalxın, oyanın, gün çıxıb, torpaq sizi gözləyir, oyanın. Siz də bəyəndiyiniz ən gözəl kitablardan, nağıllardan, oyunlardan və şiirlərdən video çəkib və bizə göndərin ki, həm öz adınıza bizim kanalımızda yayılsın, həm də bizdən hədiyyə alın.